Bismillahirrahmanirrahim. Həzrəti İmam Hüseyn əleyhissalamın adına qurulan məclislərin əsas hədəfi zülmlə, zalimlə mübarizə olmalıdır. O məclislər cəmiyyətə zalimlə mübarizə aparmanı öyrətməlidir. Yox, öyrətmirsə, həmin məclisləri Həzrəti İmam Hüseyn əleyhissalamın məclisi adlandırmaq düzgün deyil. Böyük alimlərdən biri həmişə deyərdi, əgər bir yerdə Həzrəti İmam Hüseyn əleyhissalamın adına bir məclis qurulursa, orada zamanənin yezidləri ilə, zalimləri ilə mübarizə aparılmırsa, o məclisə Həzrəti İmam Hüseyn əleyhissalamın məclisi demək düzgün deyil. Çünki həqiqətdə o məclis İmam Hüseyn əleyhissalamın adı altında Yezid üçün qurulan məclislərdir. Allah'ın verirəm öz böyüklüyünə bizi Həzrəti İmam Hüseyn məclislərində, Həzrəti İmam Hüseyn məktəblərində zülmlə, zalimlə mübarizə aparanlardan və bu yolu öyrənənlərdən qərar versin.